Sonunda həmin gün çatdı. Aylardır pul yığırdım maşını iştiraknaydan çıxarmaq üçün. Həmin bu məntəqədən. Və gələm maşını çıxartmağa. Ağlımda planlar var. Neçə aydır ki, 80.000 pul yığmışam. İndi isə növbəti işim maşın götürüb satmaqdır. Maşın çox köhnəlib, 80.000 pulu boşuna yığmamışam. Pulunu da ödəmişəm. Artıq vaxtı çatdı. Gedəyim. Növbəti işim maşın satmaqdır. Gedək indi maşın satacaq. Mütləqdir maşın satmaq. Maşın artıq çox köhnəlibdir. Artıq növbəti maşınımızı yığıb dincələcək vaxtıdır. Növbəti maşınımız 07 olacaq, amma bu köhnə 07-dir. Onu satıb təzə 07 alacağıq. Daha doğrusu alacaq. Səbirsizlənim. Gedək tez sataq. Qaçaq. Gedim satıb. Uy. Görəsən. Xətti taplardım. 100 bant getdi. Oy. Ne kamera zat yoktu ki. Palet elə bir. Nə? Devam edelim. Gəldik maşını satdığımız yerə. Hazıram. Maşını satıb. Oradakı təzə 07-ni alacağım. 3, 2. Maşını satdım, birdən qəza səsi gəldi. Orada qəza oldu. Problem. Nəysə, mən təzə maşını aldım. Burada çox maşın var. Bunu da ala bilərəm. Bunu. Bu geniş maşındır. Yəni seçirəm, maşın seçirəm. Biz yadigarımızı alacağıq. Və yeni maşın hayırlı uğurlu olsun. O bir maşınımı satdıq, bu artıq zavatçı qoydular. Artıq çox təzə maşındır. İndi bu usta niyamətdir əvvəldə. Göşək yığılacaq. Niyamətli olur. Yığışlarını da görəcəksin. Göşək maşın yığacaq. Mən istəyən kimi disklərini döyüşəcək, rəngini döyüşəcək. Tapşı işarəsini də qoyacaq. İşlər qutaracaq. Bu əsas hissəkdir. Maşının nömrəsini də dəyişəcəyik. Maşının onsuz nömrəsi sürüldüm. Keçən dəfə qayıb. Onların cərimə ödəmişəm nə qədər. Amma 700 manat qırmızıda keçdim. Nəysə, maşın pulunu ödəmişəm. Nə olacaq, hələ 65.000 pulum qalıbdı. Yəni sumkama qoymuşam onu. Oy. Birinci niyamətli usta. Orada belə kənara verib çağırın. Niyamətli usta, haradasan? Niyamətli usta. Niyamətli usta gəlir. Bizdəki maşına minək. Gedək birinci kraska yerinə. Maşın kraska arayacaq. Orada da diski dəyişəcək. Orada eləyəcək. Niyamətli usta da gəldi. Artıq Niyamətli usta
düzəltməyə başladı. Usta deyir, parlaq daha yaxşıdır. Qara. 17.000 buna getdi. Amma parlaq bahalı olur. Diskləri yeniləyib gəlir. Deməkdir artıq. Niyamətin bu kraskadadır, biraz mahnım parıldayır. Fikir versəz, əgər buradan bir taksi işarəsi qoyacaq. Baxaq nətər yanaşır və taksi işarəsi. Bomba. Amma birinci diskləri dəyişəcəyik. Disklər. Nə qoyacağım disklər? Yox. Belki şey disk yoxdur böyle. Bu yaxşıdır. Bu. Bir tane bəzəyimizi ataq. Maşının nömrəsini dəyişək. Nə qoyaq? Maşının nömrəsi elə qalsın hələlik. Yox, qalmasın, dəyişək. Maşının nömrəsi mütləq dəyişilməlidir. 64. Bir dəqiqə dursa. Normal nömrə qoyduq. Bizə nə qalır başqa? Bir dənə taksi işarəsini də tezə alım. Taksi işarəmizi də qoyduq. Artıq buradan motorun gücünü də arttıracağıq. Çox arttırmayacağım. T2 yerək. Motor ki biraz maşın normal geçsin. Yox, buna ehtiyac yox. Bu biraz çox çıxacaq. Bu az. Və yəni 4000. Gedə biləm bu şeyində nədir onun adı? Artıq bir də baha pulumuz satırsa əgər sizin şüşəsini də atacaq qaraladım. Yəni əvvəlki maşını qara eləmişdim. 3000 çatır pul. Bunu eləyək. Böyle. Artıq maşınımız düzəldi. Artıq maşınımız düzəldi. Artıq taksi kazımın yeni maşını var. Bir də adam gəl. Cızıqdı, ondan da heç nə olmaz. Normal maşınımız var. Bundan da taksi baxdıqdan yaxşı pul yiyəcək. Nömrə də qoyduq da cərimə gələndə. Qəşəng